Bu həmin vaxtda Mübariz şəhid olmuşdu. Bir gün televizorda biz baxanda mən dedim ki, ay Əhməd, televizoru açıb. Dedim ki, tez-tez qoymada onu mənə pis təsir edir. Baxıram, ürəyim sıxılır. Baxdı, dedi ki, sən bilirsən, mən ona, mənim qabağımda o uşaq imtahan verib. Onun belə olmağı mənə pis təsir edir. Biz onu gedib gətirməliyik. Üstündən bir həftə keçdi, elə bir sentyabrın 3-ü idi gecə. Gəldi, evdədir. Buna nəsə zəng gəldi, bu başladı, hazırlaşdı, geyindi. Uşaqları qucaqladı, öpdü belə, sıxdı. Heç vaxt heç elə eləmirdi ya. Həmişə məsələn işə gedir də normal. Getdi, evə nəsə produkt lazım idi. Bir saatdan sonra qayıtdı. Təzədən Hüseyni o qədər tutdu, qucaqladı, sıxdı, bağrına da belə. Hüseyn onda 3 yaşı var idi də. Dedi, nəsə ürəyimə pis gəlir, özünüzdən müğayət olun. Əhməd yaralı olduğuna görə Əhməd keçə bilib, Fərid keçə bilməyib. Əhməd sürünərək keçir neytral zonaya. Can verən vaxtı əsgəri yanında olub da. Əsgər bunu elə üzünü təmizləyə, onu deyib ki, komandir nə oldu da? Deyib, Fərid qaldı. Bax, Əhmədin axırıncı sözləri oldu ki, Fərid qaldı. Mən həmişə fikirləşəm, mən onu yaşaya bilməzdim. İndiki halımda deyirəm, mən nə qədər özümdə güc toplamışam ki, həm uşağıma baxmışam, həm orada qışqırmışam, ağlamışam. Mən atam şəhid olanda hələ uşaq idim, heç bir şey yadımda deyil idi. Amma bundan 2 il əvvəl biz Türkiyəyə getdik və atamın oxuduğu məktəbə getdik. Və onun oxuduğu sinifin qabağında girişində yazılmışdı ki, burada şəhid Əhməd Abdullayev oxuyub. Orada kapitanları, dostları tərifləyirdi ki, necə adamdır. Fəxr edirdim ki, mən Əhməd Abdullayevin oğluyam.